Salam dəyərli izləyicilər, kanalıma xoş gəlmisiniz. Uzun müddətdir kanalıma video paylaşmırdım. Lakin artıq yeni bir kontentlə qarşınızdayım. Kontentimizin adı Neocast adlı bir podcast seriyası olacaq. Bu seriyada fəlsəfi və elmi mövzular haqqında danışacağıq, öz fikirlərimizi bildirəcəyik və bu haqqda sizin də fikirlərinizi öyrənmək üçün sizi yorumlara dəvət edəcəm və bəlkə başqa Neocast seriyalarında, başqa Neocast epizodlarında sizin fikirlərinizi də dərinləməsinə ələ alıb analiz edəcəm. İlk epizodumuzun mövzusu insan həqiqəti dərk edə biləcək qədər ağıllıdırmı olacaq. Bu sual ilk baxışdan qəribə səslənə bilər. Çünki biz insanı ən ağıllı varlıq olaraq qəbul etmişik. Ki həqiqətən də bu elədir. Biz elmi yaratmışıq, texnologiya qurmuşuq, kosmosa çıxmışıq və hətta atomu parçalamışıq. Bunların hamısı bizə belə bir his verir ki, insan ağlı hər şeyə qadirdir. Ən böyük yanılğı, ən böyük yanlış da burada başlayır. Ətrafınızdakı insanlarla danışdığınızda özünüz də müşahidə edə bilərsiniz ki, hansı mövzu ilə bağlı danışırsınızsa danışın, hər kəs çox ciddi bir şəkildə əminlik səviyyəsinə sahibdir. Hər kəs əmindir, həqiqəti tapıblar. Bu belədir, bu belədir. Amma bu güvən çox təhlükəlidir. Çünki burada gizli bir fərziyyə var. Buradakı fərziyyə odur ki, güya insan ağlı həqiqəti tapmaq üçün formalaşıb. Amma bu belə deyil. İnsan beyninin necə formalaşdığına baxdığımızda bu fərziyyənin çökdüyünü də görəcəyik. Çünki təkamül prosesində beyin düşünmək üçün yox, fəlsəfə üçün yox, kainatı anlamaq üçün yox, həyatda qalmaq üçün inkişaf edib. Əlbəttə bu o demək deyil ki, biz fəlsəfə etməyək, düşünməyək, həqiqəti tapmağa çalışmayaq. Lakin biz bunu da anlamalıyıq ki, beynin strukturu və formalaşma şəraiti, formalaşma məqsədi bu proseslərin mütləq doğruluqla həyata keçirməyə bizə imkan vermir. Çünki beyin inkişaf edib ki, təhlükəni tez görək, qaça bilək, ov tapa bilək, sosial qrupda yerimizi qoruya bilək, həyatda qala bilək. Yəni insan ağlı yaşamaq üçün optimallaşdırılıb, həqiqəti tapmaq üçün optimallaşdırılmayıb. Bu çox önəmli bir nöqtədir. Çünki həqiqət çox vaxt təhlükəlidir, narahat edicidir, insanı sakitləşdirmir, insanı narahat edir. Hətta bəzən də yaşamaq istəyini zəiflədir. Onda çox sadə, amma sarsıdıcı bir sual ortaya çıxır. Yaşamaq üçün formalaşmış bir ağıl həqiqəti olduğu kimi qəbul edə bilərmi? Bu sualı irdələmək üçün əvvəlcə biz reallığı necə qavrayırıq buna baxmalıyıq. Biz əslində dünyanı olduğu kimi görmürük. Biz onu beynimizin bizə icazə verdiyi qədərilə görürük. Rənglər, səslər, formalar, bunların hamısı beynin interpretasiyasıdır. Biz reallığın özünü yox, beynimizin yaratdığı versiyanı yaşayırıq. Bu o deməkdir ki, biz həqiqətlə reallıq arasında artıq bir filtrin içindəyik və bu filtr obyektiv deyil, o faydalıdır. Faydalı olmaq isə həqiqi olmaq demək deyil. Yəni həqiqət bizim üçün zərərli də ola bilər. Amma beynimizin yalnız faydalı olanları filtrləmə funksiyası artıq bizim həqiqətə çatmağımızda bizə mane olur. Bu nöqtədə elm mövzusuna da keçməliyik. Elm insan ağlının ən böyük nailiyyətidir. Amma eyni zamanda onun ən çox yanlış anlaşılan tərəfidir. Biz çox vaxt elmi həqiqətin özü kimi təqdim edirik. Halbuki elm əslində belə işləyir. Elm deyir ki, bu model bu şəraitdə işləyir. Elm demir ki, bu reallığın son formasıdır. Tarix boyu elmdə dəyişməyən demək olar ki, heç nə yoxdur. Dünən mütləq doğru sandığımız, bugün sadələşdirilmiş model çıxır. Bu isə bizə bir şey göstərir. Elm həqiqəti tapmır, həqiqətə yaxınlaşmağa çalışır. Amma unutmayın, bu o demək deyil ki, biz elmdən uzaqlaşmalıyıq. Elm bizim həqiqətə yaxınlaşmağımız üçün ən doğru vasitədir. Amma çox limitli bir vasitədir. Mütləq doğru deyil. Elmin sərhədi insan ağlının sərhədləri daxilindədir. Biz kainatı başa düşürük. Biz onu başa düşülə biləcək bir hala salmağa çalışırıq. Lakin kainatın başa düşülə bilmək olmaq kimi bir məcburiyyəti yoxdur. Burada ən çətin hissəyə gələk. Şuur. Şuur özünü anlamağa çalışır. Amma burada çox ciddi bir paradoks var. Çünki şuur həm müşahidə edəndir, həm müşahidə olunandır. Bu sanki bir bıçağın özünü kəsməyə çalışması kimidir.
Bəlkə də insan ağlı öz sərhədlərini keçə bilməz. Çünki o sərhədlərin içindədir. Biz öz anlayışlarımızdan kənara çıxa bilmirik. Balıq suyun nə olduğunu tam dərk edə bilmədiyi kimi, bəlkə də insan da reallığın nə olduğunu dərk edə bilməz. Biz sadəcə öz anlayışlarımızı kainatın üzərinə proyeksiya edirik və həqiqətin bu olduğunu düşünürük. Lakin bu belə olmalı deyil. Bu nöqtədə çox ağır bir ehtimal ortaya çıxır. Bəlkə də həqiqət var, amma insan üçün deyil. Bu fikir insanı sarsıdır. Çünki biz özümüzü mərkəzdə görməyə alışmışıq. Amma geoloji zaman, kosmik zaman bizə başqa şey deyir. Yer milyardlarla il insan olmadan mövcud idi. İnsan yox olanda da yer olacaq. Kainat nə bizi gözləyirdi, nə də bizi itirəndə hər hansı bir şey itirmiş olacaq. Fərqindəyəm, bu baxış bucağı bir qədər nihilizmə bənzəyir. Lakin anlamaq lazımdır ki, bu nihilizm deyil. Bu sadəcə bir müşahidədir. Bəs onda vacib bir sual yaranır. Əgər insan həqiqəti tam dərk edə bilmirsə, niyə düşünür, niyə sual verir, niyə fəlsəfə yaradır? Və yaxud mən bu podkastı niyə çəkirəm? Bəlkə də bu insanın ən böyük faciəsi deyil. Bəlkə də bu onun ən böyük üstünlüyüdür. Çünki insan bilə-bilə ki, cavab tapmaya bilər, ağlı yetməyə bilər, həqiqət onu xoşbəxt etməyə də bilər. Yenə də sual verməyə davam edir. Bəlkə də insanın problemi cahil olması deyil, bəlkə də problemi bilməyə cəhd etməsidir. Amma bütün dəyər elə bu cəhddir. Nəticə etibarilə Sokratın sözü burada ağlımıza gəlir. Sorğulanmamış, düşünülməmiş bir həyat yaşamağa dəyməz. Bu çox doğrudur. Bəlkə də həqiqətə tam çata bilməyəcəyik. Amma həqiqətə çatmağa çalışmaq, sorğulamaq, düşünmək, sual vermək insanla heyvanı ayıran ən əsas şərtdir. Əgər insan bunları etməsə, digər bioloji canlılardan bir fərqi olmazdı. Neocast seriyası da məhz bunun üçün başladı. Gəlin birlikdə düşünək, analiz edək. Həqiqətə çata bilməsək belə yaxınlaşmağa çalışaq. Növbəti epizodlarda görüşərik. Diqqətinizə görə təşəkkür edirəm.